İnsan nə fikirləşirsə, onu da həyatına çəkir. Ona görə gənclərə də, insanlara da, biznes qurmaq istəyən, hələ ki fikirləri üzərində işləyən insanlara demək istəyirəm ki, daha böyük düşünün, daha geniş düşünün, məqsədlərinizi yüksək qoyun. Heç vaxt görünməsin ki, bu çox çətin olacaq. Yəni o çətinliyi deyərək siz zaten onun artıq kodlaşdırırsınız, necə deyirlər ki, öz qarşınıza sədd və yaxud da qorxu qoyursunuz. İnsan qorxmamalıdır. Yəni risk həmişə olmalıdır, risk həmişə var. Biri var ki, bir insan bir addım atsın, risk etsin. Ya uğurlu da ola bilər, uğurlu olmaya da bilər. Amma bir də var ki, sən bunu etmirsən və nə vaxtsa neçə illər sonra geri baxanda hansısa sənin ideyanı başqa bir insan həyata keçirəndə görürsən, bu ki, mən bu 5 il, 10 il əvvəl düşündüyüm bir şeydir. Mən o vaxt bunu etsəydim, bəlkə də bugün çox uğurlu ola bilərdim. Sadəcə o qorxu, çətinliklə üzləşmək, necə deyərlər, qorxusu tamamilə həyatını, necə deyərlər, başqa bir yöndə yönəldir. Sadəcə addımlayan, hər bir böyük addım, hər bir böyük uğur kiçik-kiçik addımlardan ibarətdir. Ya siz o birinci kiçik addımı atmasanız, heç vaxt o sizin üçün çox böyük görünən gələcəkdə olan sizi yarada bilməyəcəksiniz. Sadəcə ilk addımı atın.